Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefkahu kavli. Allahumme allimna ma yenfa'una ve enfa'na bima allamtana ve zidna ilme ve ba'd. Əziz qardaşlar, Şeyx Muhammed bin Abdullah rahimehullahın İktisad kitabının tədrisinə davam edirik və biz son dərslərimizdə 3-cü əsasdan danışdıq və ən axırıncıda Peyğəmbər sallallahu aleyhi və səlləm dəvətini yayıb və sonra onun vəfat etməsi barədə danışdıq. Ondan sonra şeyx buyurur ki, وَالنَّاسُ إِذَا مَاتُ يُبْعَثُونَ İnsanlar öldükdən sonra diriləcəklər. Və dəlil qovluhu Teala, buna dəlil də Allah Azze və Cəllənin bu ayəsidir ki, مِنْهَا خَلَقْنَاكُمْ وَفِيهَا نُعِيدُكُمْ وَمِنْهَا nuxricukum təratan uxra. Allah Azze və Cəllə buyurur ki, sizi biz torpaqdan yaratdıq, ora qaytaracaq və oradan da təkrar çıxardacaq. Və başqa ayədə Allah Teala buyurur ki, Vallahu ənbətəkum minəl ardı nəbətə. Allah sizi yerdən bitirdi, yerdən çıxartdı. Thumma yu'idukum fiyhə və yuxricukum ixracə. Sonra sizi ora qaytarıb oradan təkrar çıxardacaqdır. Yəni bunlar, bu məsələlər, şeyxin bu danışdığı məsələlər nədir? Axirətə iman məsələləridir. Axirətə iman məsələlərinin əsasında, kökündə nə dayanır? Əsas insanların dirilməsi, qiyamət günü ruhları və cəsədlərinlə birgə, bir şəkildə eyni bu dünyada olduğu kimi dirilməsidir. Və insan necə ki bu dünyada idi, o şəkildə diriləcək. Çünki Allah Teala Quran-ı Kərimdə oyuna buyurur, biz onların barmaq uclarına qədər təkrar yaratmağa nədir? Qadirik. Allah Azze və Cəllə insanı bu dünyada hansı barmaq uclarından, barmaq izlərindən yaradıbsa, qiyamət günü də eyni barmaq izindən təkrar yaradacaqdır. Çünki Allah Azze və Cəllə özü də misal çəkir ki, Quran-ı Kərimdə nə qədər yerdə misal çəkir ki, yəni axirətə iman məsələlərində, yəni ki, ən birinci yaradılış mı çətindir, asandır, yoxsa ikinci mi? Təbii ki, ikinci yaradılış daha asandır. Əsas birinci yoxdan yaratmaqdır. Allah Azze və Cəllənin yoxdan yaratdığına gəlir, ey Adəm övladı, qəbul edirsənsə, deməli qəbul etməlisən ki, o səni öldürməyini də qəbul edirsən, deməli qəbul etməlisən ki, o səni yoxdan da yaratmağa qadirdir. Və bu ayədə Allah Azze və Cəllə xəbər verir ki, minhə xaləqnakum, sizi oradan yaratdıq, yəni torpaqdan. Və məqsəd burada Adəm əleyhissalamın yaradılışıdır. Allah Azze və Cəllə Adəmi, yəni insanın başlanğıc olaraq yaradılması torpaqdandır. Sonra sizi torpağa qaytaracaq. Yəni insan vəfat etdikdən sonra təkrar torpağa qayıdır. Və təkrar oradan çıxaracaq. Yəni qiyamət günü, hesab günü təkrar dirildəcək. Və başqa ayədə dediyi kimi Allah Teala buyurur ki, Allah Azze və Cəllə Adəmin və zürriyyətlərinin yerdən yaradılmasını xəbər verir və deyir ki, sonra sizi yerə qaytaracaq və oradan da təkrar çıxardacaq. Və insan oğlunun inkar etdiyi, yəni baxırsan ki, bildiyi bir şey olduğu halda buna inkar etməyə cəhd edir. Ki, məni necə yarada bilər? Necə ki, Allah Teala Quran-ı Kərimdə misal gətirir, buyurur ki, أَوَلَمْ يَرَى الْإِنْسَانُ أَنَّا خَلَقْنَاهُ مِنْ نُطْفَةٍ فَإِذَا هُوَ خَصِيمٌ مُبِينٌ İnsan görmürmü ki, biz onu bir damcı sudan necə yaratdıq? Bununla belə o açıq aydın mübahisə edir. وَضَرَبَ لَنَا مَثَلًا وَنَسِيَ خَلْقَهُ Öz yaradılışını unuttuğu halda hətta bizə misal da çəkdi. قَالَ مَنْ يُحْيِ الْعِظَامَ وَهِيَ رَمِيمٌ Dedi ki, bu çürümüş sümükləri kim dirildə bilər? Adəm övladının həmişə gətirdiyi şeytani şübhədir. Bu sümükləri kim dirildə bilər? قُلْ يُحْيِهَا الَّذِي أَنْشَأَهَا أَوَّلَ مَرَّةٍ Allah deyir ki, de ki, onu birinci dəfə yoxdan yaradan onları dirildəcəkdir. Əgər Allah Azze və Cəllə onu yoxdan yaratmağa qadirdirsə, onu təkrar çürütməyə qadirdirsə, onu təkrar yaratmağa da qadir olan Allah Azze və Cəllədir. Və sonra şeyh buyurur ki, وَبَعْدَ الْبَعْثِ مُحَاسَبُونَ وَمُجْزَوْنَ بِأَعْمَالِهِمْ وَمَجْزِيُّونَ بِأَعْمَالِهِمْ Öz əməl və onun ki, hesab dirilişdən sonra insanlar hesaba çəkiləcəklər. Əməlləri qarşılığında nə olacaqlar?
mükafatlarını, qarşılığını alacaqlar. Allah Teala buyurur ki: "Liyeziyellezine esau bima amilu." Bunu onun üçün ki, Allah Azza ve Celle pislik edənlərin əməlləri qarşılığında onların qarşılığını versin. Və yeziyellezine ehsanu bil husna. Yaxşılıq edənlərin də əvəzini yaxşılıqla versin deyə. Və bu qiyamət günü, yəni hesabın olması Allah Azza ve Celle'nin adillik sifətinin isbatındandır. Allah Azze ve Celle'nin adilliyindəndir ki, və həm qiyamət günü insanlar hesab verəcəklər. Qiyamət günü tərəzinin qurulması, insanların hesab verməsi bu Allah Azze ve Celle'nin adilliyindəndir. Çünki hesab olmazsa insanlar bu dünyada bir-birlərinə zülm edəcəklər və hər kəsin haqqı da bir-birində qalardı. Heç kəsdən haqqını güclü, hər kəsi əzərdi, zəif haqqını ala bilməzdi. Amma Allah Azze ve Celle'nin ədalətindəndir ki, heç kəsin haqqı heç kəsdə qalmır. Hətta hədisdə gəlir ki, buynuzsuz qoçun hesabı, qisası buynuzlu qoçda qalmayacaq. Hətta qiyamət günü belə Allah Azze ve Celle ədalətinin isbatı üçün insanların gözü qarşısında buynuzlu qoçun buynuzsuz qoçun qisasını buynuzlu qoçdan alacaq və sonra təbii ki, bilirik ki, heyvanlar cənnətə, cəhənnəmə girməyəcəklər. Cənnət və cəhənnəm kimin üçündür? İnsanlar və cinlər üçündür. Amma o qisas alınandan sonra Allah Azze ve Celle onları torpağa çevirəcək. Və o zaman kafir nə deyəcək? Və yəqulul kafiru ya leytəni kuntu turabə. O zaman kafir onu gördüyü deyəcək ki, ya kaş ki, mən də torpaq olaydım. O da təmənna edəcək ki, onlar kimi torpaq olmağı təmənna edəcək. Və insanlar mütləq əməllərinə görə mükafatlarını alacaqlar. Və Allah Azze ve Celle'nin bu ayədə buyurur ki, Allah Azze ve Celle pislik edənlərin onların neynir? Əməllərinin qarşılığını verir. Pisliklərin də ən böyüyü nədir? Şirkdir. Allah Azze ve Celle'nin tək bağışlamadığı günah, Allah Azze ve Celle'nin tək bağışlamadığı, əff etmədiyi günah şirkdir. İnna Allah la yaghfiru en yushraka bihi. Allah ona şərik qoşanı əsla bağışlamaz. Və yaghfiru ma dun zalika limen yasha. Ondan aşağısını istədiyinə bağışlayar. Və yaxşılıq edənlərin də qarşılığı nədir? Onlar üçün cənnət var və həmçinin cənnətdən də artığı nədir? O da artığı da nədir? Allah Azze ve Celle'yə baxmaqdır. Necə ki, Allah buyurur ki, "Lillezine ahsanul husna və ziyadə." Yaxşılıq edənlər üçün husnə var və artığı var. Bu ayəni Peyğəmbər sallallahu aleyhi ve sellem bizlərə təfsir edərək buyurur ki, husnədən məqsəd cənnətdir, artığından məqsəd isə Allah Azze ve Celle'yə baxmaqdır. Çünki cənnət nemətlərinin ən üstünü Allah Azze ve Celle'yə baxmaqdır. Vucuhun yevmə izin nazirah ilə Rabbihə nazirah. O gün neçə-neçə üzlər sevinib güləcək, öz Rəblərinə baxacaqlar. Və həmçinin Allah Azze ve Celle kafirlərə cəza olaraq buyurur ki, "Kəllə innəhum an rabbihim yevmə izin ləməhcubun." Xeyr, onlar qiyamət o günü öz Rəblərindən həcb olunacaqlar, öz Rəblərini görməyəcəklər. Kafirlər görməyəcəklər. Deməli, əgər sən deyirsənsə, mömin də görməyəcək, o zaman kafirə burada bir əzab zikr olunmadı ki. Eyni şey kafirin də başına gəlirsə, müminin də başına gəlirsə, onda hansı əzabdan söhbət gedir? Allah Azze ve Celle'ni görməkdən məhrum olmaq bu kimlərə aiddir? Kafirlərə aiddir. Amma bugünkü günü bizə təhlil edir, deyir biz görməyəcəyik. Düzdür, onlar dində etdikləri fəsada görə onlar məhrum olanlardan onlar görməyəcəklər. Çünki onlar bu inkarlarına görə onlar məhrum olacaqlar. Allah Azze ve Celle deyir, görməyəcək deyir. İnkar edirlər bunu. Allah Azze ve Celle isbat edir. Peyğəmbər sallallahu aleyhi ve sellem hədislərində, mütəvatir hədisdə 30-dan artıq səhabədən gəlir ki, Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, siz bulutsuz bir gecədə 14 gecəlik ayı necə görürsünüz və bir-birinizə əziyyət vermədən rahat görə bilirsinizsə, Rəbbinizi də o şəkildə görəcəksiniz. Yəni, burada Peyğəmbər sallallahu aleyhi ve sellem görünəni bənzətmir, görməyi bənzədir. Görünən, yəni ayı Allah Azze ve Celle bənzətmir, haşa. Nəyi? Görməyin formasını bənzədir. Məsələn, bulutsuz havada milyonlarla, milyardlarla insan hamı göyə baxır. Bədirlənmiş 14 gecəlik ayı. Kimsə bir-birini itəliyirmi, əziyyət verirmi? Hamı rahat görür, düzdürmü? Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, açıq-aşkar şəkildə görəcəksiniz Rəbbinizi. Və bu hədis Peyğəmbər sallallahu əleyhi və səlləm 30-dan artıq səhabəsindən varid olub. Yəni mütəvatir hədisdir.
Ayrı vaxt o bidət əhli, kəlam əhli nə deyirlər? Əşarilər, mətrudilər ad və sifətlərdə, tövhiddə biz əhəd xəbərləri qəbul etmirik. Yalnız mütəvatir olması lazımdır deyirlər. Bu da sənə mütəvatir. Nə üçün rədd edirsən? Niyə qəbul eləmirsən? Çünki getdiyin yol batil yoldur. İnancın, üsulubun batildir. Çünki sən birinci etiqad edirsən, sonra öz nəfsinə dəlillər axtarırsan. Sən birinci dəlilə baxsaydın, belə etməzdin. Əhl-i sünnənin yolu nədir? Birinci dəlilə baxır, dəlili görür, sonra isə etiqad edir. Və sonra şeyx buyurur ki, وَمَنْ كَذَبَ بِالْبَعْثِ كَفَرْ Kim ki ahirətə, yəni ölümdən sonra dirilməyi inkar edərsə, o artıq küfr etmişdir. Və dəlil də Allah Azze və Cəllənin bu ayəsidir ki, Allah təala buyurur ki, زَعَمَ الَّذ۪ينَ كَفَرُوا أَلَّنْ يُبْعَثُوا Kafirlər elə zənn etdilər ki, onlar dirilməyəcəklər. Qul bələ və Rabbi De ki, xeyr, and olsun Rəbbimə ki, لَتُبْعَثُنَّ Siz mütləq diriləcəksiniz. ثُمَّ لَتُنَبَّئُنَّ بِمَا عَمِلْتُمْ Sonra sizin etdikləriniz sizə xəbər veriləcəkdir. وَذَٰلِكَ عَلَى اللّٰهِ يَسِرْ Və bu da Allah üçün çox asandır. Yəni, Allah Azze və Cəllə ahirəti inkar edənləri nə adlandırdı? Əl-ləzīnə kəfərə Küfr edənlər adlandırdı. Və onlar dedilər ki, onlar dirilməyəcəklər. Və bu Məkkə müşriklərinin ən böyük iddialarından idi. Və Allah Azze və Cəllə o yüzden Quran-ı Kərimdə nə qədər dəlillərdə bizə bəyan edir. Onların bu küfrünə cavab olaraq Allah Azze və Cəllə nə qədər yerdə and içir insanların dirilməsinə. Allah Azze və Cəllənin andına, and içməsinə ehtiyac yoxdur. Və mən astəğu minallah hədisə Allahdan daha doğru sözlü kim ola bilər? Amma Allah bununla belə Allah Azze və Cəllə məsələnin əzəmətini, böyüklüyünü bəyan etmək üçün and içir və bəyan edir və çoxlu misallar gətirir. Yaşıl ağacdan ateşin çıxmasından, insanın birinci yaradılışından tutmuş, yeri göyü yoxdan yaratmaqdan, kainatı yoxdan yaratmaqdan, nə qədər Quran-ı Kərimdə misallar getirir Allah Azze və Cəllə. Nə üçün? İnsana ispat etmək üçün ki, sən mütləq diriləcəksən. Etdiklərinin mütləq qarşılığını, əvəzini verəcəksən. Və insan əgər bilir ki, insan oğlu yoxdan yaradılıb, yox idi, və sonra Allah Azze və Cəllə onu palçıqdan yaratdı, onun zürriyyətini bir sudan yaratdı və ondan da nəsillərini yaratdı və sonra iddia edir ki, onları Allah Azze və Cəllə təkrar etməyə qadir deyil. Bu nədir? Allah Azze və Cəlləni yalanlamaqdır. Hədis-i Qüdsüdə Allah Azze və Cəllə buyurur ki, Kəzzəbəni İbn Ədəm və ləm yəkun ləhu zəlik Adəm övladı məni yalanladı və onun belə bir haqqı yox idi. Və şətəməni və ləm yəkun ləhu zəlik O məni söydü və onun belə bir haqqı yox idi. Və əmmə təkzibuhu iyyəyə Amma o ki qaldı məni yalanlamağına, Adəm övladını məni yalanlamağına, o dedi ki, Allah məni yaratdığı kimi təkrar dirildə bilməyəcək. Və Allah Azze və Cəllə deyir ki, birinci və leysə əvvəlül xalqı bi əhvən aliyyə min iadəti Yəni, yaradılışın, birinci yaradılış nədir? Onu qaytarmaqdan, yəni onu qaytarmaq daha doğrusu birinci yaradılışdan mənə çətin deyil və yaxud birinci yaradılış onu təkrar qaytarmaqdan asan deyil. Yəni ki, səni yoxdan yaradıbsa Allah Azze və Cəllə səni təkrar diriltməyə də qadirdir. O ki qaldı və əmmə şətmuhu O ki qaldı söyməyinə, məni söyməyinə deməsi ki, ittəxadallahu vələdə deməsidir ki, Allah özünə övlad götürüb və ənəl əhəd mən tək olarım əs-saməd heç nəyə ehtiyacım olmayan ləm əkum və ləm əlid və ləm uləd nə doğmamış, nə doğulmamışam və ləm yəkulli kuvvən əhəd nə də mənim mislim, bərabərim yoxdur. Hədisi İmam Buxari rəvayət etmişdir. Və bu hədis qüdsü də dəlildir ki, yəni kim Allah Azze və Cəllənin təkrar insanlara diriltməyini inkar edərsə, ən birinci Allah Azze və Cəlləni təkzib etmiş olur, Allah Azze və Cəlləni yalanlamış sayılır. Sonra Şeyx Rahiməhullah buyurur ki, Allah Azze və arsalallahu cəmi'an rusulü mübəşşirin və munzirin Allah bütün peyğəmbərləri müjdələyən və qorxudan olaraq göndərir. Sonra ki, kitabın sonudur artıq. Yəni, kitabın bugünkü dərsimiz ilk deməli götürdüyümüz məsələ nə oldu? İnsanların qiyamət günü dirilməsi məsələsi, ahirətə iman məsələsindən bağlı. Sonrası şeyx keçir ikinci məsələ,
peyğəmbərlərə imanla bağlı məsələlər. Bu məsələlərə zaten keçmişdik. Məsələlərə şeyx toxunmuşdu, lakin təkrar olaraq təkrar etmək üçün bunların üstündən keçir. Və buyurur ki, dəlil də Allah Azza və Cəllənin bu ayəsidir ki, "Rusulən mübəşşirin və munzirin", Allah peyğəmbərləri müjdələyən və qorxudan olaraq göndərdi ki, "Liəllə yekuna lin-nasi alallah hüccətun ba'dər-rusul", insanların peyğəmbərlərdən sonra Allaha qarşı gətirəcəkləri bir hüccət olmasın. Və onların, rəsulların birincisi Nuh əleyhissalamdır deyir. Axırıncısı da Muhammed sallallahu aleyhi və səlləmdir. Yəni Allah Azza və Cəllə yer üzünə rəsullar göndərir. Onlar müjdələmək üçün insanları, tövhidə əməl edənləri cənnətlə müjdələmək üçün, tövhidi tərk edib şirkdə bulaşanları isə nə deyək, qorxutmaq üçün, cəhənnəmlə qorxutmaq üçün göndərilmişdir. Və Adəm əleyhissalamla Allah Azza və Cəllə birinci yaratdığı insan Adəmlə Nuh əleyhissalam arasında 10 əsr olub. Və həmin dövrdə insanlar yavaş-yavaş nədir? Adəm əleyhissalamdan sonra, onun vəfatından sonra 10 əsr keçir. O 10 əsrdə insanlar yavaş-yavaş neynirlər? Azmağa başlayırlar və bunların səbəbi də nədir? Salihlər haqqında həddi aşmaq olur. Necə ki, İbn Abbas radiyallahu anh'ın təfsirində gəlir. Bu barədə inşallah Kitab-ı Tövhidi keçəndə daha ətraflı danışacaq. Və deyir ki, o gəlir ki, əsərdə insanlar, salihlər öldükdən sonra deyirlər ki, onları xatırlamaq üçün onların şəkillərini asaq evimizdən. Onları görək, onlar kimi biz Allaha ibadət edək. Gör, şeytan onlara necə gəlir? Demək ki, ged o şəkillərə ibadət edin. Deyir, şəkillərini çəkin, asın məclislərinizdən. Onları görüb, onlar necə salih insanlar idi, necə Allaha ibadət edən biriləri idisə, siz də onlar kimi Allaha ibadət edin. Şeytan gör, nəyə əmr eləyir? Bunlar deyir, gözəl şeydir, tamam edək. Və şeytana uyurlar. Və bunlardan sonra gələn nəsillərə deyir ki, şəkillə olmaz, onların heykəllərini düzəldin. Daha çox xatırlayarsınız. Və sonraki nəsil onu edir. Ondan sonraki nəsilə deyir ki, sizin babalarınız bu heykəllərə ibadət edirdi. Və axırıncı nəsili mən müxtəsər olaraq danışdım, həmən əsəri. Və sonuncu nəsilə nə deyir? Sizin babalarınız bunlara ibadət edirdi. Onlar da başlayır, siz də ibadət edin. Və onlara ibadət etdiyi zaman Allah Azza və Cəllə onlara Nuh əleyhissalamı göndərir. Və Nuh əleyhissalam beləliklə Allahın yer üzünə göndərildiyi birinci rəsuldur. Nəbi ilə rəsulun fərqini yadınızda da biz keçmişdik. Və Adəm əleyhissalam bu şəkildə birinci nəbi sayılır. Nuh əleyhissalam isə ilk rəsul sayılır. Və rəsulların sonuncusu da Muhammed sallallahu aleyhi və səlləmdə, o da Quran, sünnə və icma ilə sabitdir. Allah Azza və Cəllə onu peyğəmbərlərin sonuncusu sayıb. Allah təala buyurur ki, "Mə kənə Muhammedun əbə əhədin min ricalikum, vələkin Rasulullah və xatəmən nəbiyyin." Muhammed aranızda heç bir kişinin atası deyil, lakin o Allahın rəsulu, nəbilərin sonuncusudur. Bəzən batil firqələrdən çıxır. Məsələn, yer üzündə belə firqələr var. Peyğəmbərlik iddia edən, məsələn, Ticcani firqası var və s. Onlar da məsələn firqə başçılarının peyğəmbər olduğunu iddia edirlər. Və bunlar ən bir şeydən birinci peyğəmbər Allah Azza və Cəllə'ni yalanlamış sayırlar. Çünki Allah Azza və Cəllə deyir ki, o nəbilərin sonuncusudur. Onlar deyir ki, yox, bu nəbilərin sonuncusudur. Amma rəsulların sonuncusu deyil. Bizim peyğəmbərimiz rəsuldur. Həmçinin bu Quranilərdə filanda peyğəmbərlik iddia edənlər bunlar Quranı yalanlamış sayırlar. Çünki Allah deyir ki, o nəbilərin sonuncusudur. Bunlara cavab necə cavab verir? Onlar deyir ki, Allah deyir ki, sənə Qurandan deyir ki, Allah deyir ki, nəbilərin sonuncusudur, rəsulların sonuncusu deyil ki. Bizim peyğəmbərimiz də deyir, rəsulların sonuncusudur. Necə cavab veririk? Deyirik ki, hər rəsul nəbidir. Amma hər nəbi rəsul deyil. Hər rəsul həm rəsuldur, həm də nəbidir. Amma hər nəbi rəsul deyil. Əgər o nəbilərin sonuncusudursa, deməli, rəsullar ondan qabaq gələ bilməz. Aydınmı? Rəsullar ondan öncə gələ bilməz. Əgər o rəsulların sonuncusu, əgər o Allah deyir ki, o rəsulların sonuncusu desəydi, rəsulların sonuncusu olsaydı, bəlkə deyərdin ki, hə, sonuncu rəsuldular ki, bundan sonra nəbi gələ bilər. Amma nəbilərin sonuncusu olması, deməli, nəinki nəbi, hətta rəsul da gələ bilməz. Rəsul heç gələ bilməz. Bundan sonra, bu artıq bununla da Allah Azza və Cəllə risaləti tamamlamışdır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm hədisində də buyurur,
bir hədisində buyurur ki, ümmətimdən 30 civarında yalancı insan çıxacaq və hər biri iddiayacaq ki, o nəbidir və bilin ki, məndən sonra nəbi yoxdur. Və alimlər də bu məsələdə icma ediblər, bu məsələdə ittifaq ediblər. Və bunların birincisinin Nuh aleyhissalam, Rəsulların birincisinin Nuh aleyhissalam olması şəfaət hədisindən sabitdir. Həmçinin Allah Rəsulü sallallahu aleyhi ve sellemin məşhur şəfaət hədisində ki, gəlir insanlar Adəm aleyhissalamın yanına ki, Allah səni öz əli ilə yaratdı, bizim üçün şəfaət edir. O deyir ki, Rəbbim elə qəzəblənib ki, bugünə qədər heç belə qəzəblənməmişdi, bugündən sonra heç belə qəzəblənməyəcək. Siz ki, İzhəbu ilə Nuh, siz Nuhun yanına gedin. Və insanlar Nuhun yanına gəldikləri zaman nə deyirlər? Ya Nuh, əntə əvvəlur rusulü iləl ard. Sən Allahın yerə göndərdiyi ilk rəsulsan. Bu dəlildir ki, Nuh aleyhissalam rəsulların birincisidir. O ki, qaldı peyğəmbərlərin və nəbilərin, rəsulların və nəbilərin sayı barədə. Qardaşlar, bu barədə varid olan bütün hədislər zəifdir. Ki, məsələn, nəbilərin sayı 124 mindir, rəsulların sayı 313-dir. Bu barədə yaxud 315-dir. Bunların isnadına hamısına baxdım. Yəni, hətta şeyx də gətirir onun birini Sahih ibn Hibbandan, lakin isnadına baxdığın zaman baxırsan ki, hamısının isnadı zəifdir. Bu barədə Rasulullah sallallahu aleyhi ve sellem'dən səhih bir şey yoxdur. Lakin biz ümumi olaraq bilirik ki, Quran-ı Kərimdə 25 peyğəmbərin adı keçir. Adını bildiyimiz, adını bilmədiyimiz bütün rəsul və nəbilərə iman gətiririk. Və iman gətiririk ki, Allah azze və cəllə hər bir ümmətə rəsul göndərmişdir. Necə ki, şeyx buyurur ki, وَكُلُّ أُمَّةٍ بَعَثَ اللّٰهُ إِلَيْهَا رَسُولًا مِنْ نُوحِ إِلَى مُحَمَّدٍ صلى الله عليه وسلم يَأْمُرُهُمْ بِعِبَادَةِ اللّٰهِ وَحْدَهُ وَيَنْهَهُمْ عَنْ عِبَادَةِ الطَّاغُوتِ. Allah deyir, Nuh aleyhissalamdan Muhammed sallallahu aleyhi ve sellemə qədər hər bir ümmətə, hər bir millətə, hər qövmə bir peyğəmbər göndərdi. Nə üçün? Onlara Allahın ibadətini əmr etsin, tağutun ibadətindən çəkindirsin. Allah təala buyurur ki: "Və laqad ba'asna fi kulli ummatin rasulan an i'budullaha və ictanibut tağut." Biz hər bir ümmətə, hər bir millətə bir rəsul göndərdik ki, onlar Allaha ibadət edin və tağutun ibadətindən çəkinin. Və bütün peyğəmbərlərin gəlməkdə məqsədi nə olub? Allah azza və cəllənin ibadətinə çağırmaq, tövhidə çağırmaq, tək Allah azza və cəlləyə ibadətə çağırmaq və şirkdən və şirk əhlindən uzaq olmağı əmr etmək olmuşdur. Deməli, bütün peyğəmbərlərin dəvətinin xülasəsi tövhidi əmr edib şirkdən çəkindirmək olmuşdur. Və baxırsan, bütün rəsulların dəvətinə istər Nuh aleyhissalam olsun, istər Hud aleyhissalam, Salih aleyhissalam, Şuayb aleyhissalam, Lut aleyhissalam və bütün digərləri, hamısı, necə ki Allah Teala Quran-ı Kərimdə onların qissələrini bizə xəbər verir. Hamısının kəlməsi eyni idi. Nə deyirdilər? Ubudullaha ma lakum min ilahin ghayruh. Allaha ibadət edin, sizin ondan başqa bir ilahınız yoxdur. Tək Allaha ibadət edin, ondan başqa bir ilahınız yoxdur. Tək ibadət edəcəyiniz Allah azza və cəllədir. Həmçinin Allah azza və cəllə başqa ayədə buyurur ki: "Və ma arsalna min qablika min rasulin illa nuha ilayhi ennehu la ilaha illa ana fa'budun." Və Allah təala buyurur ki, səndən öncə elə bir rəsul göndərmədi ki, biz ona vəhy etməyək ki, la ilaha illa ana. Məndən başqa haqq ilah yoxdur, fa'budun və yalnız mənə ibadət edin. Bütün peyğəmbərlər bu kəlməyə dəvət etmişdir. Və insanın bilməyindir, şeyx deyir ki, sənin bilməyin ki, tövhidin əzəmətini bilməyin, səni diqqətini buna yönəldir. Və buna görə əməl etməyə yönəldir. Və bunun üçün çalışmağa, tövhid üçün çalışmağa yönəldir. Və tövhidin əksindən qaçmağa yönəldir. Və qula da vacib olan odur ki, tam diqqətini dinin əslinə versin. Əgər dinin digər əməllərindən qabaq, birinci dinin əslinə versin, fikrini, zikrini. O da nədir? Tövhidə. Çünki tövhid olmazsa namazında faydası yoxdur, orucunda faydası yoxdur, nədir? Zəkatında, həccində heç nəyin faydası yoxdur. İnsan şirk içərisində yaşayarsa, etdiyi əməllərin ona faydası yoxdur. O yüzden də birinci dəvətini sən nə ilə başlamalısan? Tövhidlə. Allah Resulü sallallahu aleyhi ve sellem Muazı radiyallahu anh Yəmənə göndərənə deyir: "İnnəkə tə'ti qavmən min əhlil kitab." Sən kitab əhlindən olan bir toplumun içinə gedirsən. "Fəlyəkun əvvələ mə təd'uhum ileyhi şəhədətən la ilahe illallah." Ən birinci dəvət edəcəyin şey la ilahe illallah şəhadəti olsun.
Tövhide çağır birinci. Əgər tövhidi səndən qəbul edərlərsə, fəinhum ata'uka lizalik. Onlar bunu səndən qəbul edərlərsə, sənə itaat edərlərsə, fə'alimhum ennallah iftarada aleyhim xamsa salavatin fi kulli yevmin və leylə. Onlara öyrət ki, Allah bir gecə və günüz ərzində onlara 5 vaxt namazı fərz etmişdir. Deməli, hədisdən nə başa düşürük? Əgər onlar səndən qəbul edərlərsə, deyir, namazı öyrət. Qəbul etməsələr, namazı öyrədirsənmi? Xeyr. Gözləyirsən ta ki, tövhidi anlayana qədər. O yüzden Resulullah sallallahu aleyhi ve sellem gönderilen günden namazla, oruçla emr olunmadı. Gelen Resulullah sallallahu aleyhi ve sellem birinci tevhidle emr olundu. 10 il yalnız tevhide çağırdı. 10 ilden sonra namaz geldi. Önceki geçen derslerde biz danıştık meseleden. Medine'ye köçenden sonra artık peygamberliğinin 15. ilinde zekatla oruç buyuruldu. Medine'de hicretin 2. ilinde buyuruldu. Yani 13 il Mekke, 2 il Medine, peygamberliğin 15. ilinde zekatla oruç geldi. Hac ise peygamberliğinin 9. ilinde buyuruldu. Yani hicretin 9. ilinde daha doğrusu. Yani peygamberliğinin 22. ilinde buyuruldu. Deməli, əsas nədir? Tövhiddir. İnsanların qəlbində sən tövhidi bərqərar elə. Bir insanı da dəvət edəndə sən birinci tövhidə çağır. Əgər sən ona Allahı tanıdarsansa, Allah Azze ve Celle'nin əzəmətini başa salarsansa, ona ehtiyac yoxdur ki, deyəsən ki, git namaz qıl. Ona ehtiyac yoxdur deyəsən ki, oruç tut, ibadət elə. Çünki o Allah Azze ve Celle'ni, əzəmətini, tövhidini bilərsə, Allahın onun üzərində haqqını bilərsə, sən demədən o gidib namaza başlayacaq, ibadət eləyəcək. Amma sən gedirsən, birinci nə edirsən? Namaz qıl, namaz qıl. Bəzi firqələrdə ki var, birinci namazdan başlayırlar. Namazdan başladır, nəticə nədir? Bir müddət həvəsə düşür, qılır, amma tövhid yoxdur qəlbdə. Bir müddətdən sonra nə olur? Tövhid olmadığı üçün asanlıqla namazı tərk edir. Niyə? Çünki Allahın əzəmətini dərk eləmir. Dərk eləsəydi namazı tərk etməzdi. Deməli, sorun hardadır? Düzgün üslubla dəvət etməməkdə. Bəzi firqələr var, məsələn, çağıranda dəvətin nə ilə başlayır? Rububiyyət tövhidindən başlayır. Gecə günüz rububiyyətə çağırır. Allah var. Bax, günəşi görür, günəşi Allah yaradır. Bunu zaten nəinki özünə müsəlman deyənlər, Məkkə müşrikləri belə qəbul edirdi. Hər kəs, sən bir ateistlə danışmırsan, özünə müsəlman deyən bir topluma xitab edirsən. Allahın rububiyyətindən danışmağa ehtiyac yoxdur. Sən uluhiyyətdən danış. Allahın o qulları üzərində olan haqqını başa sal. Allah Azze ve Celle Kur'an-ı Kerim'de rububiyyətə dəvət etməyib. Peyğəmbər sallallahu aleyhi ve sellemin dəvəti rububiyyətə çağırmaq olmayıb. Rububiyyəti zikr etməklə onlara uluhiyyəti ilzam etmək olub. Uluhiyyətin onlar üzərində haqq olduğunu bəyan etmək olubdur. Nə qədər ki Peyğəmbər sallallahu aleyhi ve sellemin yolu üzərində doğru düzgün dəvət aparacaqsansa dəvətində bərəkət olacaq. Yox, əgər sən Peyğəmbər sallallahu aleyhi ve sellemin yolundan başqa bir yol üzərində dəvət edəcəksənsə o dəvətdə bərəkət olmayacaq. Ola bilsin, yemək, içmək, qonaqlıq verməklə, məsələn, yaxud hər hansı bir maddiyyat səbəbi ilə insanları toplayarsan, 50 nəfər, 100 nəfər, 500 nəfər, tövhidsiz bir toplum toplayarsan, namazlara çəkərsən, göstərərsən, amma bir müddətdən sonra o insanlarda namaz qalan şey deyil. Çünki tövhid onların qəlbində bərqərar olmadıqca onların dində sabit qalması imkansız olan bir şeydir. Ona görə insanlara birinci çatdırması gereken nədir? Allah Azze ve Celle'nin tövhididir. Onun nədir? Uluhiyyətidir. Və tövhidin özlüyündə insanın cənnətə girməsinə səbəbdir. Hətta insan, necə ki şeyx buyurur, deyir ki, tövhidin əzəmətindəndir ki, mücərrəd tövhidin özü insanı cənnətə daxil etməyə səbəbdir. Hətta insan bir rükət namaz qılmasa belə, əgər insan tövhidi etiqad edərsə və ona əməl edərək və tövhid üzərində ölərsə, məsələn, insan İslamı qəbul edir, tövhidi anladırsan və kəlmə-i şəhadət gətirir, ölür. Deyirsən ki, o cəhənnəmlikdir. Bir kafiri dəvət elədin, tövhidin əzəmətini başa saldın və desə ki, yaxşı, mən müsəlman olmaq istəyirəm. Nə edim? Deyirsən, kəlmə-i şəhadət gətir. Nədir kəlmə-i şəhadətin mənası? Budur. Və insan öz xoşu ilə etiqad edir və bu kəlməni tələffüz edir. Tələffüzdən sonra ölərsə, o adam inşallah cənnətlikdir. Baxmayın ki, namaz qılmadı, oruç tutmadı, zəkat vermədi, həcc etmədi, heç bir şey. Tövhidin əzəmətindən xəbər verir. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem yanına bir səhabə gəlir, daha bir kişi gəlir,
əlində qılıncı ilə deyir, ey Allahın Rasulü deyir, vuruşmaq istəyirəm deyir mən. Vuruşum və sonra da İslamı qəbul edim. Peyğəmbər s.ə.v deyir, xeyr. Birinci İslamı qəbul et, sonra vuruş. Yəni cihada getmək istəyir. Deyir, birinci İslamı qəbul et, sonra vuruş. Və sahabə kəlmə-i şəhadət gətirir, İslamı qəbul edir və müsəlmanlarla həmən döyüşə qatılır. Və həmin döyüşdə öldürülür. Peyğəmbər s.ə.v deyir, az bir əməl etdi, lakin böyük savablar qazandı. Hədis Buxari və Müslimdədir. Və deməli, tövhidsiz namaz da fayda vermir. Yəni, əgər insanın qəlbində tövhid olmazsa, heç də ona fayda vermir. O, Allah Azə və Cəllənin təhliyini etiqad etmədiyi sürəcə. Deyəcək ki, Allah var demək yetərli deyil. Allahın təkliyini qəbul etmədikcə ona bu fayda vermir. Və tövhidi bilmək, qardaşlar, şirki bilmək, tövhidi bilib əməl etmək və şirki bilib ondan uzaq olmaq ən asan işlərdəndir. Və ən asan işlərdən də olub. Necə ki, sahabələrin zamanında olub. Və şeyx buyurur ki, onlar tövhidi bilirdilər və şirki bilirdilər. O yüzden onlara deyir ki, Peyğəmbər s.ə.v deyirdi, Qulu la ilahe illallah tuflihu. Deyin ki, la ilahe illallah, qurtuluşa çatacaqsınız. Onlar anlayır ki, bu nə deməkdir? Qəbul edən edirdi, etməyən nə deyirdi? Allah Teala xəbər verir onların haqqında, müşriklər nə deyirdilər? Peyğəmbər s.ə.v onlara demir ki, gedin bütlərinizi qırır, gedin bütlərinizi söyün, falan şey edin. Heç nə demir. Deyir ki, la ilahe illallah deyin. Deyin ki, la ilahe illallah mütələffüz edin. Nə deyirdilər? Əcəaləl əlihətə iləhən vahidə. Bu bizim ilahlarımızı bir ilah mı etmək istəyir? Başa düşürdülər ki, bu la ilahe illallah nə deməkdir? La ilahe illallah deyərsə, Allahdan başqa ibadət olunan bütün şeyləri tərk etmələri gərəkir. Bunu dərk edirdilər. O yüzden təkəbbürlüklərindən bunu qəbul edə bilmirdilər. Amma bugünkü günü şeyxdir ki, lakin sonraki nəsillərdə deyir, baxırsan ki, deyir, şübhələr çoxaldığı zaman, bidət əhlinin şübhəsi çoxaldığı zaman baxırsan ki, insanlara öyrədirlər, la ilahe illallah deyir, problem yoxdur, istədiyimi də elə. Çünki la ilahe illallah nədir? La ilahe illallah odur ki, Allahdan başqa yaradan yoxdur. Sən bunu deyirsən, tək yaradan Allah olduğunu deyirsənsə, sənə yetərlidir. Ondan sonra get qəbirdən də kömək istə, Allahdan başqasına da qurban kəs, nə istəyirsən elə deyir. Niyə? Çünki la ilahe illallah özü düzgün anlamayıb. La ilahe illallah Allahdan başqa yaradan yoxdur kimi tərcümə etdiyinə görə la ilahe illallahda yanlış məna anlayıb, ona görə də la ilahe illallah tələffüz etsə də belə, amma onu həqiqi mənasında etiqad etmir. Ondan sonra da başlayır nədir? Həm şirkə bilərəkdən və bilmərəkdən şirkə düşür, şirkə bulaşır və özünü də tövhid əhli sayır. Ona görə də insanın ən birinci öyrənməsi gerəkən, ən birinci vacib qulun üzərinə Allah Azə və Cəllənin uluhiyyətidir. Onu ibadətlərdə təkləşdirməkdir. Allah Teala istəyirəm ki, bizi eşidib faydalanlardan eləsin, eşidib yaxsan tabi olanlardan eləsin. Subhanakallahumma bihamdik, əşhədən la ilahe illə əntə əstəğfiruka və etûbü ileyk.